Salam dəyərli izləyicilərim. Mən fizika müəllimi Fidan Həsənova. Fizikanı necə asan öyrənə bilərsiniz? Bu barədə bir video çəkmək istədim. Bunun haqqında danışacağam. Bir neçə metodlar və üsullar öyrədəcəm sizə. Ümid edirəm ki, bunu sizə bir xeyri dəyəcək. Çünki bir çox şagirddən eşidirəm ki, şagirdlər deyir ki, müəllimə fizika çox çətindir, nəzəriyyəni öyrənirəm, testdə tətbiq edə bilmirəm, nəzəriyyəni oxuyuram, amma məsələlərdə tamam fərqli şeylər istəyir və mən bunu bacarmıram deyə düşünürlər, sonra isə fizikadan tamamilə əl çəkirlər. Ya əzbər formada öyrənirlər, ya da ümumiyyətlə başını buraxırlar ki, nə yazaram, yazaram. Amma əslində fizikanı doğru şəkildə öyrənəndə hər şey tamam fərqli olur. İndi sizə qəribə gələ bilər ki, fizikanın doğru şəkildə öyrənilməsi nədir? Gəlin birinci bundan başlayaq ki, fizikanı doğru şəkildə necə öyrənmək lazımdır? Yəni, mən açım kitabı qabağıma qoyum, elə nəzəriyyənin üzündən oxuyum, belə şey yoxdur. Fizikada belə bir öyrənmə üsulu yoxdur. Siz kitabı üzündən oxumaqla ancaq əzbərləyə bilərsiniz. Əvvəla, düzdür, nəzəriyyə kitabı lazımdır. Nəzəriyyəni öyrənməliyik. Amma ətraflı nəzəriyyə öyrənmək lazımdır. Məsələn, mən öyrənirəm ki, F bərabərdir EMA. Yazıram bura məsələn. Yazdım ki, F bərabərdir EMA. Aha, bu uşağa deyirəm məsələn, bu kəmiyyətlər bir-birindən necə asılıdır? Əzbər formada deyir ki, mən qüvvə tərcinlə düz asılıdır, kütlə də tərcinlə tərs asılıdır. Deyirəm, sən nəyə əsasən deyirsən ki bunu? Şagird qalıb deyir, tərs asılıdır da. Amma əslində tərs və düz asılılıqları fərqləndirən bir metodumuz var. Yəni, kitablarda yoxdur bəlkə də, bilmirəm, rastıma çıxmayıb. Bu, mənim özümün, deyim ki, tapdığım bir üsuldur və demək olar ki, bütün düsturlarda da effektivdir. Necədir? Mən həmişə deyirəm ki, iki kəmiyyət yanaşı olanda biz onu neyinirik? Vururuq, düzdür? Məsələn, kütlə ilə təcil yanaşıdır. Deməli, mən bunu vururam. Vurulursa, bu deməkdir ki, bu kəmiyyətlər tərs asılıdır. Yəni, sabitləri çıxıram. Əgər iki kəmiyyət bir-birinə vurulursa, deməli, tərs asılıdır. Bəs mən buradan kütləni tapsam nə olar? F böl A. Yəni, qüvvəni təcillə böldüm. Əgər iki kəmiyyət bir-birinə bölünürsə, deməli, düz asılıdır. Baxın, belə xırda metodlarla öyrənmək lazımdır. Bu, qrafik məsələlərindədir. İndi gələk, mövzudan kənara çıxmayaq. Nəzəriyyəni necə öyrənmək lazımdır? Baxın, dərsi oxuyarkən həm də yanınızda bir qeyd dəftəri tutun və dərsi oxuyarkən öz-özünüzə sual verin. Məsələn, sürət oxudunuz, deyil, sürət nə idi? Sürətin düsturu nə idi? Bu düstur hardan gəldi? Və yaxud da ki, mən bu düsturu necə aldım? Bunun vahidini necə aldım? Bunun cihazı nədir? Yəni, sorğulayaraq öyrənin dərsi. O zaman daha yaxşı olacaq. Bu bir. İkincisi, nəzəriyyəni öyrəndiniz, tutaq ki, testdə tətbiq etmək istəyirsiniz. İlk vaxtlar, yəni kitabı örtüb sırf test yazmağa tələsməyin. Yəni qarışdığınız yerlərdə açıb kitaba baxa bilərsiniz. Hətta istədiyiniz qədər baxa bilərsiniz. Yəni test həll edirsiniz, tutaq ki, bilmədiyiniz bir məsələ oldu. Açın kitabdan baxın, internetdən baxın, araşdırın. Nə qədər ki bir sualı araşdıraraq öyrənəcəksiniz, o sual sizin yadınızdan çıxmayacaq. Test məsələsində tutaq ki, düz xətlidən 100 dənə test var. Siz bunu işlədiniz. 98 dənə düzünüz çıxdı, 2 dənə səhviniz çıxdı. Səhvə də baxdınız, düzəltdiniz səhvinizi də, bildiniz ki, hardadır. Amma bunu topluda işarələyin. Yəni, tutaq ki, mən 3-cü və 13-cü suallarda səhv etmişəm. Bunları toplada belə bir işarəyə alın və yaxud da başına bir ulduz qoyun. Həmişə yadınızda olsun ki, siz bu suallarda səhv etmişsiniz. Üstündən bir müddət keçəndən sonra, məsələn, tutaq ki, biraz vaxtınız var, fizika ilə məşğul olmaq istəyirsiniz, açın əvvəlcə səhv etdiyiniz, ulduz qoyduğunuz suallara baxın. Baxın ki, görün o suallar yenidən səhv mi yazırsınız, yoxsa düz mü yazırsınız? Əgər artıq ikinci dəfə bu sualları düz yazırsınızsa, deməli artıq orada səhv etməyəcəksiniz. Bir metod da bu. İkinci bir metod isə mövzunu irəlilədikcə uşaqların yadından çıxır nəzəriyyə. Bunun üçün də yenə açıb nəzəriyyəni öyrənməyə ehtiyac yoxdur. Düzdür, bir dəfə özündən təkrar etmək olar, 1-2 dəfə. Amma əsas olan testdə tətbiq etməkdir. Çünki sizdən orada durub nəzəriyyə soruşmayacaq. Sizdən əsas istədiyi testdə tətbiq etməkdir. Bunun üçün də bacardığınız qədər testləri təkrar işləməlisiniz, özü də anlayaraq. Əzbərləsəz, topudakı suallar birə-bir düşmür. Yəni, variantı, rəqəmi, eyni düşmür. Ona görə də siz əzbərləsəz, oradan heç bir nəticə əldə etməyəcəksiniz. Nə qədər əzbərləyəsiniz, hansı qrafiki, hansı düsturu, hansı məsələni əzbərləyəsiniz, yüzlərlə məsələ var orada. Bunun əvəzinə, əgər siz məsələni anlayaraq işləsəniz, onda onun fərqli üsulları belə düşsə, yəni rəqəmlərini belə dəyişsərsiniz, o məsələni anladığınız üçün düz yazacaqsınız. Ona görə də ikinci olaraq da bunu qeyd edim ki, həmişə testi anlayaraq işləyin. Məsələn, işlədiniz, öz-özünüzə sual verin ki, məsələn, burada mən niyə 5 yazdım? Mən niyə bu düsturla getdim? Məsələn, niyə S bərabərdir AT kvadratı böl 2 ilə getdim? Məsələn, S bərabər VT ilə getmədim. Özünüzə belə suallar verərək testləri işləməlisiniz. Onda nəticəni görəcəksiniz. Deməli, gəlin sözümüzü toplayaq.
birinci nə etmək lazımdır? Birinci nəzəriyyəni oxuyarkən qısa qeydlər götürmək lazımdır ki, təkrar edəndə artıq siz bir də açıb kitabı uzun-uzun oxumağa ehtiyac yoxdur. Bu qısa qeydlərdən istifadə edərək dərsinizi öyrənə bilərsiniz. İkinci olaraq qeyd edim ki, səhvlərinizi qeyd edirsiniz. Qeyd. Çünki insan həmişə səhvlərindən öyrənir. Səhvlərinizi hansı sualda səhv etdiniz, həmin sualın başına bir işarə qoyursunuz və əvvələ qaydanda təkrar o sualları yenidən işləyirsiniz. Hətta imtahandan bir gün qabaqda qayıdıb sırf səhv etdiyiniz sualları yenidən işləyin. Bunun effektini görəcəksiniz. 3. Daim təkrar edin. Yəni tək səhv suallardan getmir. Tutaq ki, siz hazırlıqda topudan işləyirsiniz, topudan tutaq ki, Arximeddəsiniz. Siz açın güvəni birinci mövzudan işləyin vaxtınız olduqca. Yəni açın güvəni birinci mövzudan düz xəttini götürün işləyin. Görün hansı hissələr yadınızdan çıxıbdır. Yəni bu şəkildə. Dördüncü olaraq, sonuncu bunu deyim ki, gündəlik, gün ərzində ən azı fizikaya 2 saat vaxt ayırmalısınız. 2 saat. İndi ola bilər, bilirəm sizi ki, hazırlığa gedirsiniz, səhərdən günortaya qədər məktəbdən çıxanda, yəni axşama qədər hazırlıq və s. Bəzən ayırmaq olmur həmin vaxtı. Gündə olmasa da, yəni 2 saat olmasa belə 1 saat, 1 saat yarım fizikaya tam vaxt ayırmalısınız. Yəni həm testinə, həm nəzəriyyəsinə ümumi vaxt ayırmalısınız ki, siz ondan effekt görəsiniz. Sonuncu bir məqamı da qeyd edim yadıma düşmüşkən, sonra videonu yekunlaşdırarıq. Digər bir məqam isə çalışın. Hər bir şagirdin düzün desəm öyrənmə metodu fərqlidir, amma mənə görə ən yaxşı öyrənmə üsulu, yəni beyin təmiz olarkən öyrənilən metoddur. Yəni ki, məsələn hazırlıqdan gəlirsiniz, yorğunsuz, dərsi də yorğun oxuyursunuz gecənin yarısına qədər. Onun çox da effektiv olmur. Ona görə mənim məsləhətim odur ki, hazırlıqdan gəldiniz, saat ən çoxu 12-yə kimi. Dərsinizi oxuyun, testinizi yazın, nə qədərini çatdırırsınız. 6 saat rahat yuxunuzu yatın. Qəti şəkildə yuxunuzdan keçməyin. Çünki yuxuyu yaxşı almasanız beyniniz yaxşı işləməyəcəkdir. 12-də yatın, saat 6-da və yaxud da 5-də dura bilərsiniz. 5-də qalxın və indi bilmirəm, məktəbə gedənlər ola bilər, getməyənlər ola bilər. İndi məktəbə gedənə kimi 3 saat vaxtınız olacaq. Həmin o 3 saatı sırf nəzəriyyə oxumağa ayırın. Yəni nəzəriyyə oxuyun, nəzəriyyəniz yoxdursa da test işləyin. Bir də bir şey də deyim, həmişə test işləyəndə çətindən asana doğru gedin. Çünki test işləməyə başlayanda insanın beyni təmiz olur. Çətin suallar daha rahat işləyir. Amma siz başdan asan işləsəniz beyin yorulacaq, sonra çətinləri işləyə bilməyəcəksiniz. Həmişə işləyəndə birinci çətin suallar işləyin, yəni arxadan əvvələ doğru işləyin. Sonra asanları işləyin. Hətta belə edə bilərsiniz ki, məsələn gecə saat 12-yə qədər asan suallar işləyin, çünki gecə insan beyni yorğun olur. Səhər də duranda o 3 saatınızda əgər oxunası nəzəriyyəniz yoxdursa, belə edə bilərsiniz ki, o 3 saatdan ancaq o çətin, axırda qalan suallara baxarsınız. Bu şəkildə, yəni mənim dediyim üsullardan istifadə etsəniz daimi şəkildə, əsas da bu səhv metodundan, əmin olun ki, yavaş-yavaş, yəni üzərindən bir müddət keçəndən sonra görəcəksiniz ki, artıq siz fizikanı bilirsiniz. Tək fizika yox, bu metodu başqa fənlərdə tətbiq edə bilərsiniz. Yəni zaman keçdikcə görəcəksiniz ki, artıq fizikanı anlayırsınız və əvvəlki mövzularda yadınızdadır. Daha az səhv etməyə başlayacaqsınız. Ona görə də mənim məsləhətlərimə əməl etsəz, yaxşı nəticə əldə edə bilərsiniz. Videomuz bu qədər. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Sağ olun, hələlik.